Dostlar, bugün sizlerle birlikte samolyot oyunu oynayacağıq. Samolyot oyununu yəqin ki Roblox oynuyorsunuzsa bilərsiniz. Bu oyunda samolyot sürürük, yine samolyot sürürük ve inanırsınız yine samolyot sürürük. Bu videoda sizlerle bir yerde Zıpius havalimanına inmeye çalışacağıq. Zıpius'a biraz asan bir hədəf seçtim ki video çox uzun olmasın. Bir də ki, mənim sinif yoldaşlarım var və məndən uzun videolar və sifətimi göstərdiyim videolar istəyir. Sifətimi göstərməyəcəm. Çünki təzə, yəni abunə yoxdur. Abunə gəlsə, yəni çox abunəyə bərabər deyil sifət göstərmək. Nəysə, gedirik Zıpius'a. Bilirəm, Zıpius oxunmur. Yəni ingilis dilində şey deyənlər. Amma mən Zıpius oxumaq istəyirəm. Sizə nə? Mənim istədiyim. Neyse. Zıpius az qaldı. Xəritədən görə bilərsiniz. Hətta bir dəqiqə sizə xəritəyi göstərim ki, rahatcana görə bilərsiniz. Buradan həmən xəritəni açaq. Buyurun, siz rahatcana görün deyə mən hər şeyi deyirəm. Like atın arkadaşlar. Video uzaqsındır. Neyse, gedirik Zıpius'a. Təkərimizi açıq bağlayaq. Heç nə yoxdur eləməyə. Neyse, Zıpius'a çatdıq dostlar. Təkərlərimizi eləyək. Xəritəmizi bağlayaq. Bağlayaq. İndi Zıpius'da burada bir dənə yer var, oraya inəcəyik. Azaldaq şeyimizi. Bunu Ayxan görsün. Ayxan, bu oyunu oynaya bilmirsən. Bax, bu boyda, eşşək boyda yer var. Ayxan eləyə bilmir. Ayxan kimdir deyə soruşsaz, sinif yoldaşımdır. Neyse. O Ayxan bu eşşək boyda yerə enə bilmir. Dostlar, xahiş edirəm, bilən öyrətsin. Pilot arkadaşlarımız varsa, dostlarımız varsa, xahiş edirəm. Biz dostuz, öyrədin, xahiş edirəm Ayxana. Mənə çox qəşəyindim, o qədər qəşəyindim. Ayxandan betər edim. Ayxan bari bu xəttə ayaq basır. Mən onu da eləyəmədim. Nəysə dostlar, ürəyimdə qalmasın, bir şey yedim. Çox biraz iğrənc bir şeydi. Qalxdı. Hə, qalxdı. Çox qəşəng bir şeydi dostlar. Yəni əgər 2001-də yaşayan və New York'da olan biri varsa çox zor şey olacaq. Yəni gözlərinizə heyran qalsın. Belə deyərsiniz ki, oh my god, bu uşaq nə qarır? Oh my god. Oh my god. Bu arada adımı da deməyəcəm. Adımı da bir abunədən sonra deyəcəm. Çünki mən İbnəyəm. İbnəyəm. Heç kimə deməyəcəm adımı. Sonradan deyəcəm. Like atın. Sonra deyim. Nəysə, gedirik. Nə hava limanı? Nə hava yollardır bu? Beta. Tam mənə betadır bu. Nəysə. Burada şəhər var ha. Gözlüyün sizə xəritəni alsın göstərim də. Xəritədə bir yerə gedirik dostlar. Qarşıda New York var da siz düşünün. Yəni New York deyil bura. Amma siz New York üçün fikirləşin və 2001 olsun düşünün. Yəni xəyal edin belə. New York'dasınız. Gözünüzü açırsınız. Şəhərin ortasındasınız. Şəhərin ortasında 2 dənə qullənin yanındasınız. Bəli, qullə. Və samolyot səsi eşidirsiniz belə. Vıj, sürətlə samolyot səsi eşidirsiniz belə. Yaxından gəlir. Deyirsən, Allah, burada axı havalimanı uzaqdır. Niyə belə səs gəlir? Sonra başınızı birdən çevirirsiniz, görürsünüz 2001'dir. Oh my god, şoka girirsiniz. İki dənə qulləyə baxsınız, bir gələn samolyota. Hamıya o nə olacağını anlatırsınız. Və heç kim inanmır sizə. Və qorxa-qorxa gizlənməyə bir yer axtarırsınız. Amma yox, gizlənə bilmirsiniz. Çünki bir kader anıdır. 2001. 11 sentyabr 2001 tarixi soyqırım olan, əslində soyqırım deyil bu, terrordur. 9-11 saldırıları. Hə, bu qədər. Bay bay.